Uhud müharibəsində Peyğəmbərin ətrafında özünü sədaqətli dost göstərən bir çox, hətta Peyğəmbərə yaxın olan, hətta deyərdim ki, ailə üzvlərindən olan insanlar, yəni qohumluq bağları yaxın olan insanlar Peyğəmbəri qoyub qaçdılar. Ali İmran surəsinin 153-cü ayəsini oxusaq, görərik ki, mən elə onun zahiri mənası, belə deyək, biz dilimizdə olan mənasını deyirəm, təqribi belə deyək, bir toxunuram ayəyə, özünüz o ayəni belə oxuyub nəticəyə gələ bilərsiniz. Allah Taala o döyüşdə qaçanlara bilirsiniz nə dedi? Peyğəmbər sizi çağırdı, arxanızca sizi çağırdı. Siz heç üzünüzü çevirmədiniz Peyğəmbərə tərəf, qaçdınız. O vaxt kim idi Allah Rəsulunun yanında? Əmirul Müminin Həzrəti Əli əleyhissalam və bir neçə nəfər, 2-3 nəfər Əmirul Mümininlə birgə. Dedilər, bir şaya yaydılar, Peyğəmbər ölür, bunu bilirsiniz. Hamı qaçdı. Hamı qaçdı, Əmirul Müminin qaldı. Hətta Həzrəti Əli əleyhissalam yazırlar, o döyüşdə o qədər vuruşdu, qılıncı sındı və Peyğəmbərin qılıncını aldı. Yazırlar, Əmirul Müminin özü dilindən deyirlər. Həzrət deyir ki, o qədər taqətdən düşdüm, özümü qılınca söykədim, dizlərim əsirdi. Peyğəmbər məni qucaqlayıb ağladı. Çünki onun sədaqətli olduğunu görüb, onun fədakar olduğunu görüb, sanki o insanda görürsünüz, o çətin anında öz yanında dostlar içində bir dost görür, o dostu başlayırsan qucaqlama, nə yaxşı ki səni tanımışam, nə yaxşı ki sən mənim qardaşımsan, mənim dostumsan. Həzrəti Peyğəmbər də deyir, o cür qucaqlayıb hönkürtüyü ilə ağladı. Əmirul Müminin özünü Peyğəmbəri vurmaq istəyirlər, şəhid eləmək istəyirlər, özləri qılıncların qabağına, nizələrin qabağına vurdu. Ən çox yazırlar döyüşlərdə yara aldığı vaxt Əmirul Müminin Uhud müharibəsində Peyğəmbərin qorunmasında oldu. Baxın, ağa Əmirul Müminin özü deyir ki, dost, sədaqətli dost dostun çətin anında tanırlar. Nə vaxt o üzr istəyirəm ifadəmə görə insanın kefi kök olanda, vəziyyəti yaxşı olanda o qədər dostlar olur adamın, o qədər sənə sanki sadiqəm mən, hər formada sənin qulluğundayam, nə desən ona, canımı sənə qurban verməyə hazıram, amma biraz çətinliyi olan kimi, bir narahatçılığı olan kimi, bir-iki dəfə təkrar o şeyə görə sənə ağız açdığı üçün, səndən kömək istədiyi üçün artıq təkrar onun telefonuna cavab vermirsən və ya özünü ondan gizlədirsən. Olur, belə dostlar olmur, amma xoş onun insanın halına ki, sona qədər o dostluğa sədaqətli olar, insanlığa sədaqətli olar. Çünki insanın şərəfi və imanın mərtəbəsi biri də insanın əməli ilə, dillə sədaqətliyəm demək asandır. Əməli ilə sadiq olması. Əmirul Müminin o şəxslərdəndir ki, Peyğəmbərə sadiq oldu. Bütün həyatını Peyğəmbərə həsr edir.